Salam, hər vaxtınız xeyir olsun. Mən riyaziyyat müəllimi Aytaç Həsənova. Həqiqi ədədlərin qayda izahına baxarıq. Qayda izahından əlavə DİM test toplusundan seçilmiş bəzi şagirdlərin çətinlik çəkdiyi testlərin izahına da baxarıq. İzaha keçməzdən qabaq bildirmək istəyirəm ki, 20 avqustdan 9 və 11-ci siniflər üçün yeni qruplarla dərslərimiz başlayar. Və digər siniflər üçün sentyabr ayının 1-dən dərslər başlayar. Dərslərə qeydiyyatdan keçmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Və qeyd edim ki, qeydiyyatdan keçdikdən sonra hər bir şagird üçün fərdi formada 15 dəqiqəlik sınaq dərs təşkil olunur. Həmin sınaq dərsdə müəllim şagirdi yoxlayır, həm də şagird müəllimi tanımış olur və həmin sınaq dərsdən sonra müəyyənləşdiririk ki, qrupa əlavə olunursunuz, yoxsa yox. Başlayaq qayda izahına. Həqiqi ədədlər nəyə deyilir? Rasional və irrasional ədədlər birlikdə həqiqi ədədlər adlanır və həqiqi ədədlər çoxluğu baxın belə işarə olunur. Bu formada həqiqi ədədlər R hərfi ilə işarə olunur və baxın iki yerə ayrılır bu formada. Bir tərəfdə olur rasional ədədlər Q hərfi ilə işarə olunur, bir tərəfdə irrasionallar I hərfi ilə işarə olunur. Və rasionalın tərkibində olur tam ədədlər və Z hərfi ilə işarə olunur. Tam ədədlərin tərkibində olur natural ədədlər və N hərfi ilə işarə olunur. İndi gəlin bunlar haqqında ayrı-ayrı danışaq. Natural ədədlər nəyə deyilir? Saymaq üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir. Və N hərfi ilə işarə olunur. N bərabərdir. Baxın, bu formada göstərilir. 1, 2, nöqtələr yazırıq ki, N yenə nöqtələr, yəni sonsuzluğa doğru davam edir. Birdən başlayaraq. Tam ədədlər isə nəyə deyilir? Natural ədədlər, onların əksi olan ədədlər və 0 birlikdə tam ədədlər adlanır və belə işarə olunur. Baxın, nöqtələr yazırıq. -2, -1, 0, 1, 2, yenə nöqtələr yazırıq ki, yəni hər iki tərəfdən sonsuz davam edir. Və indi rasional ədədlər nəyə deyilir? Rasional ədədlərə belə bir tərif verilir ki, deməli, M daxildir Z, N daxildir N olmaqla N-də M şəklində göstərilə bilən ədədlərə rasional ədədlər deyilir. Məsələn, rasional ədədlərə aid biz 3-də 2 götürə bilərsə, məsələn, 7-də 5 ola bilər. Sonra, məsələn, ola bilər ki, olsun elə 7-nin özü, 9-un özü. Çünki biz bunu da kəsr formasında 1-də 7 yaza bilərik, 1-də 9 yaza bilərik. Və yaxud da -12 olsun, yenə bunu -1-də 12, yəni həmin o bu formada göstərə bilərik. Bunlar hamısı ona görə deyirik ki, tam da, natural da, rasionaldır və əlavə olaraq bax bunlar da, yenə kəsr formasında olanlar da rasionaldır. Rasional ədədlərin xassələrindən biraz danışsaq, deməli, rasional ədədlərin cəmi, fərqi, hasili və sıfırdan fərqli rasional ədədə nisbəti rasional ədəddir. Məsələn, olsun, tutaq ki, 5 çıxılsın, 2 olsun. Yəni, rasional ədəd vermiş olur yenə. Və yaxud da nisbət olsun, tutaq ki, 7 bölünsün, 8 olsun. Yenə rasional olmuş olur. Cəmi də olsa, yenə hasil də olsa, yenə rasional olmuş olur. Bir də rasional ədədlərə biz misal olaraq deyə bilərik ki, sonlu onluq kəsrlər və dövrü onluq kəsrlər rasional ədədlərdir. Bəs irrasional ədədlər nəyə deyilir? Dövrü olmayan onluq kəsrlərə, sonsuz onluq kəsrlərə biz irrasional ədədlər deyirik. Və irrasional ədədlər kökdən çıxa bilməyənlər də deyə bilərik onlara. Çünki ondan tam, yəni tam kök çıxmırsa ümumiyyətlə, o deməli irrasionaldır. Məsələn, kök altında 2. Buradan tam kök çıxmır. Təqribi kök çıxır 1,41. Amma bunun da dövrü yoxdur. Yəni sonsuz sayda burada fərqli formada ədədlər gedir. Yəni dövrü olanlar, yəni dövrü olan onluq kəsrlər rasional idi. Dövrü olmayan sonsuz onluq kəsrlər isə irrasionaldır. Məsələn, kök altında 3 olsun, irrasionaldır. Kök çıxmır buradan. Sonra pi ədədi təqribən deyirik ki, buna 3,14, amma orada sonsuz sayda ədədlər gəlir yenə. Sonra y ədədi var, bu da irrasionaldır.
Təqribən işlem %71 verir, amma yenə sonsuz sayda ədədlər var ardıca. Sonra bunların xassələrindən biraz danışsaq, sıfırdan fərqli rasional ədədlə irrasional ədədin cəmi, fərqi, hasili və nisbəti irrasional olur yenə, yadda saxlayın. Sonra irrasional ədədlərin cəmi, fərqi, hasili və nisbəti həm rasional, həm də irrasional ola bilərlər. Belə bir qaydada deyə bilərik ki, A və B irrasionaldırsa, baxın, A və B irrasionaldırsa, onda əgər A plus B rasional olanda, belə yazaq, daxildir ki olanda, onda A çıxılsın B irrasional olur. Amma məsələn, A çıxılsın B rasional olanda, onda A plus B irrasional olur. Bunlarla bağlı misal nümunələrinə də baxarıq. DİM test toplusunda rasional və irrasional ədədlərlə bağlı belə bir test var. İzahına baxaq. Deyirlər ki, alfa, beta irrasional ədədlər, alfa çıx beta sıfırdan fərqli rasional ədəd olarsa, ədədlərdən hansıları rasional ədəddir? Deməli, alfa ilə beta irrasionaldırsa, fərqi rasionaldırsa, bu zaman alfaya 1 köşdə 2 plus 1, betaya köşdə 2 minus 1 desəm, onda baxın, alfa çıx beta fərqini tapsam, köşdə 2 plus 1, çıxılsın köşdə 2 minus 1. Bunları çıxanda indi baxın, mötərizəni açsam, köşdə 2 plus 1, çıxılsın köşdə 2, mənfinin mənfi təsiri plus 1. Köşdə 2-lər ixtisar getdi, 2 qalmış olur. Bunların fərqi həqiqətən sıfırdan fərqli rasional verdi. Deməli, variantlarda alfanın yerinə bunu, betanın yerinə də bunu yazıb yoxlayarıq. Görək hansı rasional verir. Birincisini yoxlasaq, alfa plus beta yazıblar. Alfa ilə betanı toplasam, orada belə deyim də 2 köşdə 2 alınır. Birlər gedir. Bu amma irrasional olur, rasional olmur. Atırıq bunu. İkinciyə baxsaq, alfa çıxılsın 2 beta yazıblar. Bunu yoxlayaq. Deməli, alfa köşdə 2 plus 1 çıxılsın 2 betadırsa, birbaşa vursam, çıxılsın 2 köşdə 2 alınır. Bir də mənfinin təsirindən plus 2 olar. Yəni, bu da eləyəcək ki, 3 çıxılsın köşdə 2. Yəni, burada kök qaldı. Kök itmədirsə, qaldısa, deməli, bu irrasionaldır. Üçüncüsünə baxsaq, burada yazıblar ki, 3 vurulsun. 3 alfa çıx 3 betadır. 3'ü çıxarsam, 3 vurulsun, alfa çıx beta qalır. Ortaq vuruq kimi çıxartdım. Alfa çıx betanı da 2 tapmışdıq. Onda 3 vurulsun 2, 6 elədi. Bu rasionaldır. Dördüncüsünə baxsaq, 4'də baxın, alfa, beta vurulsun var. Bunları ortaq məxrəc gətirsək, bunlar üçün ortaq məxrəc alfa, beta olur. Sürətdə isə, baxın, ortaq məxrəclərin hasili oldusa, sürətdə artıq 2 beta çarpaz vururuq. Çıxılsın 2 alfa olur. Alfa ilə beta gedir, qalır ki, 2 beta çıxılsın 2 alfa. Mənfi 2-ni çıxarsam ortaq mötərizə xaricinə, qalır ki, alfa çıx beta. Bu da 2 ilə mənfi 2 vur 2, mənfi 4 alınır. Yəni, bu da artıq bizə rasional vermiş oldu. 4 də rasionaldır. 3 ilə 4 Y variantı götürmüş oluruq. İndi isə rasional ədədlər üzərində əməllərdən danışaq. Əvvəlcə toplanma haqqında danışaq. Məsələn, eyni işarəli 2 ədədi toplamaq üçün onların modullarını toplayıb, cəmin qarşısında toplananların işarəsi yazılmalıdır. Məsələn, tutaq ki, adi formada A plus B hər ikisi müsbət ədəddir. Bunları toplayanda artıq alınır müsbət A plus B. Amma məsələn, mənfi A ilə mənfi B-ni toplayıramsa, bu zaman mənfi qabağa çıxır. A plus B modullarını toplayıram, qabağında mənfi qalır. Məsələn, buna aid misal nümunəsi deyək. Tutaq ki, mənfi 7 plus mənfi 2 var. Bu zaman düzdür, bilən şifahidə tapar test mənfi 9 verir. Amma daha izahlı yazsaq, bilməyənlər üçün və yaxud da təzə öyrənməyə başlayanlar üçün mənfini qabağa atırsan, sadəcə baxın modullarını, yəni ki, ədədi qiymətlərini götürürsən. 7 toplansın 2. Bu da eləmiş olur ki, mənfi 9. Yəni, belə deyək də, hər ikisi mənfidirsə, toplayırıq, qabağında mənfi qalır. Belə də deyə bilərik. Və yaxud da modullar toplanılır, qabaqda mənfi qalmış olur.
Müsbət də adi formada da, məsələn 7 + 2, bilirsiniz ki 9-dur. Bunu birinci sinif uşaqları da bilər. Sonra belə deyək, biri mənfi, biri müsbətdirsə, yəni ki, müxtəlif işarəli ədədlərdirsə, onları toplayanda artıq modulu çox olandan, yəni ki, modulu böyük olandan, modulu balaca olanı çıxırsan, qabaqda modulu böyük olanın işarəsi qalır. Məsələn, baxın. Tutaq ki, misal üzərindən göstərirəm birbaşa. Məsələn, olsun ki, mənfi 9 + 4 var. İndi burada baxırsınız, hansının modulu böyükdürsə, böyük olan, modulu böyük olandan modulu az olanı çıxırsan. Yəni 9-dan 4-ü çıxarsan, amma qabaqda modulu böyük olanın işarəsi qalar. Yəni ki, mənfi 5 qalmış olur bunun cavabı. Və yaxud da məsələn belə olsun. 7 toplansın olsun mənfi 2. Yenə burada nə edirik? Modulu böyük olandan modulu balaca olanı çıxırıq. Qabaqda modulu böyük olanın işarəsi qalar. Yəni 7-dən 2-ni çıxarıq, qabaqda elə müsbət qalar. Bu da bizə 5 vermiş olar. Bir də çıxılmasından danışaq biraz. Məsələn, tutaq ki, ədədləri çıxanda necə müxtəlif formada ola bilər. Nümunə misallarla göstərirəm. Məsələn, olsun ki, 8 - 9. 8 - 9 yazmışam. İndi burada yenə nə edirik? Modulu böyük olandan modulu az olanı çıxırsan, qabaqda modulu çox olanın işarəsi qalır. Yəni 9-dan 8 çıxarsan, qalır bu mənfi 1. Modulu böyük olanın işarəsi nədir? Mənfi. Mənfi 1 qalmış olur. Və yaxud da belə göstərək. 8 - mənfi 9. Baxın indi burada. Mənfinin mənfi təsiri toplama olur. Olur ki, 8 + 9. Bu da sənə vermiş olur 17. Sonra məsələn belə bir şey ola bilər. Mənfi 8 - 9. Baxın, hər ikisi mənfi bu formadadırsa, bu zaman hər ikisi belə mənfidirsə, toplayırsan, qabaqda mənfi qalır. Yəni ki, mənfi 8 + 9. Yəni o da vermiş olur mənfi 17. Yəni, və yaxud da şifahi beynində tapıb yaza bilərsən birbaşa mənfi 17. Bu belə. Bir də belə bir misal ola bilər. Mənfi 8 - mənfi 9. Bu da baxın yenə. Mənfinin mənfi təsiri toplama olar burada. Onda olur ki, mənfi 8 + 9. Yenə modulu çox olandan modulu az olanı çıxırsan, qabaqda modulu çox olanın işarəsi qalır. Yəni 9-dan 8 çıxırsan, müsbət 1 qalmış olur. Bunlar belə. Bir də bunların vurulması, bölünməsi haqqında danışaq. Deməli, eyni işarəli ədədləri vuranda və böləndə müsbət vermiş olur. Məsələn, baxın, mənfi 4 vurulsun mənfi 2. Eləyəcək bu elə müsbət 8. Və yaxud da elə müsbət 4-ü vurursa müsbət 2-yə, yenə müsbət 8. Eyni işarəlidirsə, vuranda müsbət verir. Böləndə də həmçinin, baxın, mənfi 4 bölünsün mənfi 2. Eləyəcək müsbət 2. Sonra məsələn 4 × 2 yazdınız, müsbət 4-ü müsbət 2-yə, bu da 2 verəcək. Eyni işarəli ədədləri vuranda və yaxud da böləndə müsbət alınır. Amma müxtəlif işarəlidirsə, yəni ki, biri mənfi, biri müsbətdirsə, onları vuranda və yaxud da böləndə mənfi alınacaq. Məsələn, burada göstərək. Tutaq ki, baxın, mənfi 4 vurulsun müsbət 2, mənfi 8 verəcək. Və yaxud da mənfi 4 bölünsün müsbət 2, mənfi 2 verəcək. Baxın, bu formada. Müsbət bir ədədin tək və cüt qüvvəti olsa, elə müsbət vermiş olur. Məsələn, 2 üstü 3 olsun, 2-nin kubu 8 verəcək. 2 üstü 4-də olsun, bu da sənə verəcək ki, 16. Amma mənfi ədədin tək qüvvəti mənfi verir, mənfi ədədin cüt qüvvəti müsbət verir. Məsələn, baxın, mənfi 2-nin kubu tək qüvvətdir, mənfi 8 verər. Amma mənfi 2 üstü 4 yazsan, cüt qüvvətdir, elə müsbət 16 verəcək. Baxın, bu formada. Ədəd oxu haqqında danışaq. Ədəd oxunun tərifi belədir ki, üzərində başlanğıc nöqtə, istiqamət və bərabər bölgü vahidi olan düz xəttdə ədəd oxu deyilir. Və baxın necə göstərilir. Bunu göstərirəm burada. İşarəsini baxın, bu formada bir ədəd oxunu qura bilərik. Baxın, burada başlanğıc nöqtəsi olur. Başlanğıc nöqtəsi yəni 0 nöqtəsi olur.
və bunun başlanğıc nöqtənin sağ tərəfində müsbət ədədlər olur, sol tərəfində mənfi ədədlər olur. Sağ tərəfində müsbətlər, sol tərəfində mənfilər. Baxın indi. Məsələn, burada 1, 2, 3, 4, 5. Yəni, bu formada davam edir. İndi sol tərəfində isə mənfilər, baxın bu formada. Mənfi 1, mənfi 2, mənfi 3 və s. Yəni, bu formada davam edir. Və ədəd oxunda hər bir sağdakı ədəd soldakı ədəddən həmişə böyük olur. Məsələn, baxın, 2 böyükdür 1-dən. Məsələn, 3 böyükdür 2-dən. 3 1-dən də böyükdür. Yəni, bu formada göstərə bilərik. Amma, məsələn, mənfilərdə baxın, yenə sağdakı soldakından böyük olur. Baxın, mənfi 1 artıq mənfi 2-dən böyükdür. Mənfi 1 mənfi 3-dən böyükdür. Mənfi 1, daha doğrusu mənfi 2, mənfi 3-dən böyükdür və s. bu formada deyə bilərik. Yəni ki, yadda saxlayın, ədəd oxunda hər sağdakı ədəd soldakından böyük olur həmişə. Bir də bunu da deyə bilərik ki, ədəd oxunun nöqtələri ilə həqiqi ədədlər arasında qarşılıqlı bir qiymətli uyğunluq var. Yəni, ədəd oxunun hər bir nöqtəsi bir həqiqi ədədə uyğundur və tərsinə. İndi isə əks və tərs ədədlər haqqında danışaq. Əks ədədlərin tərifi belədir ki, ədəd oxunda başlanğıc nöqtəsindən eyni məsafədə olan ədədlərə əks ədədlər deyilir. Məsələn, baxın, bir ədəd oxunu qururam. Başlanğıc nöqtəsi, baxın, burada olsun, 0 nöqtəsi və baxın, 1-i burada qeyd edirəm, mənfi 1-i burada qeyd edirəm. Fikir versəz, 1-də, mənfi 1-də 0-dan, yəni başlanğıc nöqtəsindən eyni məsafədə yerləşdiyi üçün 1 mənfi 1-in əksi olur. Sonra məsələn 2 burada olsun, mənfi 2 burada olar və bunlar da baxın 0-dan eyni məsafədə olduğu üçün 2 mənfi 2-nin tərsidir. Bu qanuna uyğunluqla davam edir. Əks ədədlərin xassələrindən biraz danışsaq, əks ədədlərin cəmi 0-a bərabər olur. Məsələn, baxın, mənfi 1 toplansın 1, 0 alınır. Mənfi 2 toplansın 2, 0 alınır və s. Və bir də ki, əks ədədlər yalnız bir-birindən işarəsinə görə fərqlənirlər. Ədədi qiymətləri eyni olurlar. Yəni ki, modulları eyni olur, sadəcə işarələri fərqli olur. Biri müsbət, biri mənfi. İndi tərs ədədlər haqqında danışaq. Tərs ədədlər bəs nəyə deyilir? Deməli, hasili, baxın, hasili 1-ə bərabər olan ədədlərə tərs ədədlər deyilir, qarşılıqlı tərs ədədlər deyilir. Məsələn, A-nın tərsi olur A-da 1. Məsələn, mənfi A-nın tərsi olur mənfi A-da 1 bu formada. Və yaxud da məsələn, A-da B-nin tərsi olur B-də A. 1-in tərsi elə 1-in özü olur. Mənfi 1-in tərsi ilə mənfi 1-in özü olur. Hasilləri, yəni 1 olmalıdır. Misal nümunəsi göstərək. Məsələn, 5-in tərsi 5-də 1-dir. Hasilləri həqiqətən baxın, 5 vur 5-də 1 eləyir 1. Sonra mənfi 7-nin tərsi mənfi 7-də 1-dir. Hasilləri həqiqətən 1 vermiş olur. Və yaxud da baxın, 5-də 2-nin tərsi 2-də 5-dir. Baxın, hasilləri 1 olur. Və yaxud da məsələn, indi rahat görünə bilməyənlər, məsələn, tutaq ki, deyirlər ki, köşdə 2 plus 1-in tərsi lazımdır. Bu zaman köşdə 2 minus 1-in tərsi lazımdırsa, tərsi olacaq ki, köşdə 2 minus 1, çünki hasilləri bizə 1 verir. Amma belə təyin etməsi üçün çətindirsə, əvvəlcə belə yazırsınız. Köşdə 2 plus 1-in tərsi elə 1 bölünsün köşdə 2 plus 1-dir. Amma biz bilirik ki, hər bir ədədi mütləq məxrəci irrasionallıqdan azad etməliyik. Bunun üçün də məxrəci də sürəti də məxrəcin qoşmasına vururuq. Köşdə 2 minus 1-ə. Buranı da köşdə 2 minus 1-ə. İndi baxın, köşdə 2 minus 1-i köşdə 2 minus 1-ə vuran, köşdə 2 plus 1-i köşdə 2 minus 1-ə vuranda sürətdə köşdə 2 minus 1-ə alınır. Məxrəcdə isə köşdə 2-nin kvadratı müxtəsərlə köşdə 2-nin kvadratçıq 1-in kvadratı alınır. Baxın, köşdə 2 minus 1, köşdə 2-nin kvadratı 2, minus 1, 1 alınır. Məxrəcdə 1-in yazmağın bir də mənası yoxdur deyənə köşdə 2 minus 1 alınmış oldu.
Deməli, beləliklə göstərmiş olduq ki, köşdə 2 plus 1-in tərsi köşdə 2 minus 1-dir. Bir də ədəd oxunda məsafə anlayışı var. Məsafəni tapmaq üçün ümumiyyətlə ədəd oxunda sağdakından soldakını çıxırsan. Məsələn, deyirlər ki, baxın, A ilə B arasındakı məsafəni tapmaq lazımdır, amma B də A-dan böyükdür. Bu zaman məsafəni tapmaq üçün B-dən A-nı çıxırsan. Məsələn, misal nümunəsi göstərsəm, deyirlər ki, 2 və 7 arasındakı məsafəni tapın. Bu zaman nə edirsən? Böyükdən balacasını, 7-dən 2-ni çıxırsan. Alınır məsafə burada 5. Və yaxud da məsələn deyirlər ki, -8 və -2 arasındakı məsafəni tapın. Yenə nə edirik? Böyük olandan balacasını çıxırsan, sağdakından soldakını çıxırsan. Sən də bilirsən ki, -2 -8-ə nisbətən sağda yerləşdiyi üçün, böyük olduğu üçün -2-dən çıxırsan, -8-dir. Bu da bərabərdir -2 plus 8, yəni 6 vermiş olur. Ümumiyyətlə, məsafə həmişə müsbət vermiş olur. Bunu bilin. Və belə bir qaydamız da vardır ki, məsələn, deyirlər ki, ədəd oxunda A-dan B vahid məsafədə yerləşən ədədləri tapın. Bu zaman, məsələn, biri olacaq A çıx B, biri də olar A plus B formasında. Məsələn, buna aid bir misal göstərək. Deyirlər ki, ədəd oxunda 5-dən 4 vahid məsafədə yerləşən ədədlər tapın. Bu zaman bir dəfə 5 minus 4-ü taparsan, eləyəcək 1. Bir dəfə 5 plus 4-ü taparsan, eləyəcək 9. Deməli, 5-dən 4 vahid məsafədə yerləşən ədədlərə 1 və 9-u göstərə bilərik. Məsafə ilə bağlı belə testlər ola bilər. Bu test də DİM test toplusunda götürdüyüm bir testdir. İşləyənlər bilərlər. İndi baxın, burada nə deyir? Aşağıdakı ədədlərdən hansı ədəd oxunda 13 ədədindən 18 vahid kiçik məsafədə yerləşir? Bu zaman nə edirik? 13-dən çıxırıq 18-i, alınır -5. Bir də 13 plus 18 alınır, bu da 31. Və bunları ədəd oxunda qeyd edərəm. Baxın, ədəd oxu belə olsun. 13 ədədi olsun burada. 31 olsun burada. Və -5 də olsun burada. İndi 13 ədədindən 18 vahid balaca məsafə deyirsə, əgər baxın, hardan götürərik? Göstərmək istəyirəm. Biraz bunu nazikləşdirin. Baxın, bu yerlərdən götürərsiniz. Bu yerlərdən götürərsiniz. Yəni ki, -5 ilə 13 arasında, 13 ilə 31 arasında yerləşənlər 13 ədədindən 18 vahid balaca məsafədə olanlardır. Amma desələr ki, 13 ədədindən 18 vahid böyük məsafədə yerləşənləri tapın. Yerləşən hansıdır? Bu zaman baxın, 31-dən o tərəfdə və -5-dən də o tərəfdə olanlar böyük məsafədə olanlardır. İndi bizə balaca məsafədə yerləşiri soruşursa, onda baxaq hansı olar? A variantı olmaz, böyük məsafədir. 31 elə məsafənin özüdür. -5 də özüdür. -4 ola bilər. Çünki -4 baxın burada, buralarda bir yerdə yerləşir. Həmin o göy rəngdə, yəni ki, balaca məsafədə yerləşir. Amma -6 baxın bu tərəflərdə yerləşdiyi üçün artıq böyük məsafədir. Onu da atırıq oradan. Doğru cavab D bəndi eləmiş oldu. Növbəti bu testin izahına baxaq. Deyir, aşağıdakı ədədlərdən hansı ədəd oxunda -8 ədədindən 10 vahid böyük məsafədə yerləşir? Bir dəfə -8 çıx 10-u tapırsan, -18 və -8 plus 10-u tapırsan, eləyəcək bu da 2. Və ədəd oxunda yenə qeyd edirsən, deməli, -8 olsun burada, -18 burada olsun, 2 də ki, burada olsun. İndi burada böyük məsafə deyirsə, artıq baxın bu tərəflərdən, buralardan götürərsiniz. Buralardan olmalıdır. Onda baxaq hansı olar? 2 özüdür, -18 məsafənin özüdür. 0-ı kiçik məsafədə yerləşir də, çünki daxildə yerləşirsə balaca məsafədə olandır. Böyük məsafəni istəyir. 3 böyük məsafədədir. -17 də buralarda daxildədir. Böyük məsafə deyil. Doğru cavab D variantı eləmiş oldu. Bir də ədəd oxu ilə bağlı belə bir testin izahına baxaq. Deyir, ədəd oxunda A və B nöqtələri arasında 13 bərabər hissə olarsa, B çıx A fərqini tapın. İndi əvvəlcə baxın burada. 0 ilə 1 arasında baxsaz,
1, 2, 3, 4 məsafə varsa, deməli hər bir bölgüyə 4də 1 kimi düşünə bilərik. O zaman baxın indi. Sıfırdan B-yə qədər baxın 1, 2, 3, 4, 5, 6, 7 varsa, onda 7 vurulsun həmin o 4də 1-ə. Bir də burada bu bizə A-nı verir. Daha doğrusu B-ni vermiş olar. İndi A-nı tapaq. A bərabərdir burada. A-nı baxsaq sıfırdan məsafəsinə 1, 2, 3, 4, 5, 6. Amma A sıfırdan solda yerləşdiyi üçün mənfi 6 vurulsun 4də 1 yazarıq. İndi bunları tapsaq, bu verəcək 4də 7, bu da verir mənfi 4də 6. Bunların fərqini tapsaq, B çıxılsın A, 4də 7 çıxılsın mənfi 4də 6. Mənfinin mənfi təsiri bilirsiniz ki, olur 4də 7 toplansın 4də 6. Bu da vermiş olur 4də 13. O da ki, 3,25 verər. Yəni, C variantı. İndi isə ədədin tam və kəsr hissəsi haqqında danışaq. Ədədin tam hissəsi nəyə deyilir? Ədədin özünü aşmayan, baxın, ədədin özünü aşmayan ən böyük tam ədədə ədədin tam hissəsi deyilir və baxın, belə işarə olunur. Məsələn, A ədədinin tam hissəsi, baxın, bu formada işarə olunur və tam hissə ədədin özündən balaca olmalıdır və yaxud da özü də ola bilər. Məsələn, baxın, 5-in tam hissəsi 5-in özü olur. Amma 5,2-nin də tam hissəsi yenə 5 olur. Artıq baxın, nə oldu? Tam hissə özündən balaca olmuş oldu. Bir mənfi ədədlər üzərindən indi baxsaq. Məsələn, mənfi 7,4-dür. Bunun artıq tam hissəsi sənə mənfi 8 verər. Bəzən mənfi 7 deyib səhv edirlər. Düzdür, müsbət ədədlərdə rahatlıqla görsənir o, tapırsınız. Amma mənfi ədədlər müsbət ədədlərdəki kimi olmur artıq. Baxın, biz tərifində nə demişdik? Ədəd oxu üzərində göstərsəm tam aydın olar. Demişdik ki, ədədin özünü aşmayan ən böyük tam ədədə ədədin tam hissəsi deyilir. Baxın, mənfi 7,4 olsun burada. Mənfi 7 burada olur. Mənfi 8 burada olur. Ədədin özünü aşmayan, yəni ki, onu aşmayan, yəni ki, onun sağında yox. Aşmayan nə deməkdir? Solunda olsun da. Ədədin özünü aşmayan ən böyük tam ədədi tam hissə deyildiyi üçün mənfi 7,4-ü aşmayan ən böyük tam ədəd mənfi 8 olduğundan mənfi 7,4-ün tam hissəsi mənfi 8 olur. Ədədin kəsr hissəsi bəs nəyə deyilir? Ədədin kəsr hissəsini tapmaq üçün ədədin özündən tam hissəsini çıxmaq lazımdır. Baxın, belə işarə olunur. Kəsr hissə bərabərdir. Özündən çıxırsan tam hissəsini. Buna aid misal göstərək. Bir müsbət, bir mənfi ədəd üzərindən. Məsələn, mənfi 9,7 var. Bunun biz kəsr hissəsini tapmaq üçün nə edirik? Özündən çıxırıq tam hissəsini. Tam hissəsi də ki, mənfi 10 verir. Onda baxın burada, mənfi 9,7, mənfini mənfi təsiri toplansı olacaq 10. Bu da verir 0,3. Deməli, mənfi 9,7-nin kəsr hissəsi 0,3 vermiş oldu. Bir də müsbət ədəd üzərindən baxsaq. Müsbət ədəd əslində şifahi birbaşa test tapılır. Düzdür, mənfilərdə də qaydasını biləndən sonra şifahi test tapa bilərsən. Məsələn, baxın, 7,2 kəsr hissəsi ilə 0,2 verər. İzaxil edəsək, 7,2 çıx 7, 0,2. Özündən çıxdım tam hissəsini. Tam və kəsr hissənin bəzi xassələri haqqında danışaq. Deməli, ədədin tam hissəsi özündən balaca və yaxud da bərabərdə olur. Bayaq da demişdik bunu. Sonra ədədin tam hissəsi A-ya bərabərdir və onda ədədin özü öz tam hissəsi və tam hissəsindən bir vahid böyük olan ədəd arasında yerləşir. Deməli, məsələn, baxın, 5,7 olsun. Tam hissəsini tapaq. Tam hissəsi vermiş olur 5. Onda 5,7 bilirik ki, 5 ilə yerləşir 6 arasında. Yəni, belə bir göstərilib. Düzdür, çox da bu xassələrin önəmi yoxdur. Zaten bunu dərk edən özü başa düşər bunları. Sonra, məsələn, x plus a-nın tam hissəsi ilə x-in tam hissəsi plus a eyni qiymət vermiş olur. Sonra, məsələn, x və y-in tam hissəsini
toplayıb tam hissəsini tapmaq, ayrı-ayrı tam hissələrini tapıb toplamaqdan böyük alınır. Bu anlama gəlir. Və yaxud da məsələn x vur y-in tam hissəsini tapmaq, yenə vurub tam hissəsini tapmaq ayrı-ayrı tam hissəsini tapıb vurmaqdan böyük olur. Bir də ədədin tam hissəsi ilə kəsr hissəsinin cəmi özünü vermiş olur. Bir də bu xassə var ki, ədədin kəsr hissəsi mütləq 0 ilə 1 arasında yerləşməlidir. Kəsr hissənin tapılması ilə bağlı belə bir testin izahına baxaq. Deyirlər kök altında 28 çıx 8 ədədinin kəsr hissəsini tapın. Deməli, belə eləyək. Kök altında 28 çıx 8-in əvvəlcə tam hissəsini tapaq. Çünki biz kəsr hissəni tapmaq üçün nə etməliydik? Ədədin özündən çıxmalıydıq tam hissəsini. Ona tam hissəsini tapsaq, kök altında 28-dən təqribən nə qədər çıxır? Təqribən olsun 5 tam, onda 2 olsun təqribən. İndi baxın burada 5 tam onda 2 çıxılsın 8. Bizə vermiş olur ki, bu da mənfi 2 tam onda 8. İndi bunun da mənfi 2 tam onda 8-in də tam hissəsini tapsaq, bizə vermiş olar ki, mənfi 3. Onda indi kəsr hissəsini tapmaq üçün, kəsr hissə bərabərdir. Özündən çıxırıq, yəni kök altında 28 çıx 8-dən çıxırıq tam hissəsini, yəni mənfi 3. Bu da baxın indi burada. Kök altında 28 çıx 8 var. Mənfinin mənfi təsiri plus 3 vermiş olur. Bu da verəcək kök altında 28 çıxılsın 5. Yəni D variantı alınmış oldu. İndi isə ədədin modulu haqqında danışaq. Deməli, ədədin modulunun tərifi belədir ki, hesablanma başlanğıcından A ədədinə qədər olan məsafəyə A ədədinin modulu deyilir və modulda A kimi işarə olunur. Və modul artıq məsafə bildirdiyi üçün müsbət verməlidir. Məsələn, baxın indi tutaq ki, modulda 5 yazdıq, bizə bu müsbət 5 vermiş olur. Modulda mənfi 7 yazdıq, müsbət 7 verəcək. Modulda məsələn yazdıq ki 0, bu bizə elə 0-ın özünü verəcək. Modulda yazdıq mənfi 9,7, yenə bizə müsbət 9,7 vermiş olur. İndi modulun bir belə xassəsi haqqında danışaq ki, əgər ədəd, yəni dəyişən kimi baxırıq, ədəd müsbət bir ədəddirsə, yəni 0-dan böyükdür, bərabərdirsə, bu zaman modulda x bərabərdir x olur. Yəni ki, ədəd müsbətdirsə və yaxud da 0-dırsa, moduldan olduğu kimi çıxır. Yəni ki, modulu özünü vermiş olur. Amma əgər ədəd mənfi bir ədəddirsə, işarəsi şərt veriblərsə ki, x 0-dan balacadır, bu zaman moduldan çıxardanda qabağını mənfi ataraq çıxardırıq. Niyə mənfi ataraq çıxardırıq? Çünki şərt veriblər ki, x özü mənfidir. Onda moduldan çıxardanda birbaşa x çıxarsaq, x-in qiyməti mənfidir, axı moduldan mənfi çıxmış olar. Ona görə əgər x mənfidirsə, moduldan çıxardanda qabağına mənfi atırıq ki, orada mənfinin mənfi təsiri müsbət alınmış olsun. O anlamda qabağına mənfi atmış oluruq. Yəni ki, mənfi x çıxmış olmur. Bəzən yanlış anlaşılma olur. O baxımdan dedim. Bir də bunun xassələri haqqında danışaq. Məsələn, yazaq burada xassələri. Modulun xassələrindən məsələn, yazaq ki, indi bunları belə işarəliyim və indi xassələri yazaq. Deməli, modulda x vurulsun y bərabərdir elə, modulda x vurulsun modulda y yaza bilərik. Eyni qiymət vermiş olur. Sonra modulda x bölünsün y bizə elə modulda x bölünsün modulda y verər. Amma burada bir məsələ var ki, məxrəc 0-dan fərqli olmalıdır mütləq. Sonra məsələn, modulda yazırıq ki, dəqiqə burada bir pozulma oldu. Bunlar düzəldi. Deməli, modulda x minus y bərabər dağılınır. Modulda y minus x eyni qiymət vermiş olurlar. Məsələn, belə düşündə 5 çıxılsın 2, bir də 2 çıxılsın 5. Yəni, onlar biri 3 verir, biri mənfi 3 verir, amma modullar müsbət verəcək, bir-birinə bərabər olur. Sonra məsələn, baxın, modulda x plus modulda y balacadır, bərabər də olur. Modulda x plus modulda y. Nə vaxt bərabər olur? X-dən y eyni qiymət olanda. Bir də modulda x minus y artıq böyükdür, bərabər də olur.
modulda x minus modulda y-dən formada. Bir də bununla bağlı testlər var. DİM test toplusundan götürdüyüm testlərdir. Yazıblar ki, x z-dən, z də y-dən balaca olarsa, ifadəsini sadələşdirin. Məsələn, qiymət düşünək. Məsələn, düşünürük, yerinə qoyub hesablamırıq. Məsələn, bu 2 olsun, bu 3 olsun, bu da 4 olsun. 2 3-dən, 3 də 4-dən balacadır. İndi modulda yazıblar ki, x minus y. Modulda x minus y bizə artıq x-dən y çıxanda 2 minus 4 mənfi verir. Z minus y olsa 3 minus 4 mənfi verəcək. Z minus x olsa 3 minus 2 müsbət verər. Y minus z olsa bu da müsbət vermiş olur bu formada. İndi baxın, modul daxili ifadə müsbət verdisə, moduldan olduğu kimi çıxar. Mənfi verdisə, moduldan çıxardanda qabağına mənfi atırıq. Yəni ki, əksinə çıxır da, belə deyək. Yəni ki, burada x minus y mənfi verdisə, moduldan əksinə y minus x çıxacaq. Sonra burada baxın, modul daxili ifadə mənfi verib, mənfini qabağa atırdıqda, mənfi verdisə, moduldan çıxardanda qabağına mənfi atırdıq. O zaman mənfinin mənfi təsiri toplama olur və bu z minus y qalır. Sonra baxın, bu müsbətdir modul daxili ifadə. Onda moduldan olduğu kimi çıxır. Amma qabaqda mənfi varsa, mötərizənin içərisində çıxarsaq daha yaxşı olar. Birbaşa da hesablayıb, mənfini nəzərə alaraq hesablayıb yaza bilərik. Bir də toplansın. İndi burada toplamadı, heç mötərizə yazmasaz da olar. Y çıxılsın z. İndi baxın necə olacaq burada. Bu y aparır bu formada. Amma y-lərdən biri qalar burada. Sonra baxsaq burada z aparır. Minus x yazıram. Bir də mötərizəni açıram. Minus z mənfinin mənfi təsiri plus x olur. X-lər aparır. Qalır ki, y çıx z. Yəni doğru cavab D variantı eləmiş oldu. Sonra növbəti belə bir test var. Deyirlər ki, x plus y bərabərdir 5 və modulda x minus a plus 3 plus y plus b minus 13 bərabər 0 olarsa, açıq b fərqini tapın. İndi baxın burada, biz bilirdik ki, modul ya müsbət ya da 0 vermiş olur. Mənfi verə bilməz modulun qiyməti. İndi hər ikisi müsbət və yaxud da onlardan biri müsbət olsa, cəm bizə müsbət bir ədəd verməlidir, 0 verə bilməz. Onda cəm 0 veribsə, deməli hər bir 0 olmalıdır ki, cəm də 0 versin. Onda modul daxili ifadələri bərabərləşdirir 0-a. Bir də həmçinin burada y plus b minus 13 də bərabərdir 0-dır. İndi burada nə edərik? Bunları tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda alınır ki, burada x plus y minus a plus b. Minus 10 bərabər 0. Burada x plus y-in yerinə 5 yazıram. 5. Burada da belə eləyək də, mənfini qabağa ataq. A minus b olsun burada. Bərabərdir 10. Buradan da açıq b-ni tapmaq üçün biz 5-dən 10-u çıxmalıyıq. Bu da alınır mənfi 5. Bu formada tapmış olduq. Doğru cavab mənfi 5 eləmiş oldu burada. Növbəti belə bir test də var. Yenə modullarla bağlıdır. A plus b bərabərdir mənfi 12 və a vur b bərabərdir 2 olarsa, ifadəsinin qiymətini tapın. Əvvəlcə burada modulu itirməliyik. Yəni ki, b-ni moduldan çıxartmalıyıq. Bunun üçün baxaq indi b müsbətdir, yoxsa mənfidir. Baxın indi a plus b nə vermiş olub? Mənfi. A vur b müsbət. İndi cəm mənfi veribsə, ya hər ikisi mənfi olmalıdır, ya da onlardan biri mənfi olmalıydı. Amma onlardan biri mənfi olsa, hasil də mənfi olacaqdı. Hasil müsbət verib. Cəm mənfi veribsə, deməli, hər biri mənfi olmalıdır ki, cəm mənfi, hasil müsbət vermiş olsun. Deməli, A da mənfidir, B də mənfidir. İndi B mənfidirsə, onda modulda B bərabərdir, mənfi B olacaq. Onda yazırıq 1 bölü A çıxılsın. B mənfi B vermiş oldu. Bölünsün, yəni ki, modulda B mənfi B vermiş oldu. Bölünsün B kvadratı. İndi baxın burada. B kvadratla B ixtisar gedir. Burada mənfi 1 qalır. Aşağıda B qalmış olur. Bir də burada baxın, mənfinin mənfi təsiri olacaq ki, 1 bölü A plus 1 bölünsün B.
Bunları ortaq məxrəyə gətirsən, alınır ki, burada A vurulsun B. Ortaq məxrəclərin hasili oldusa çarpaz vurursan belə B plus A formasında alınır. İndi sənə A plus B-ni mənfi 12 veriblərsə, fərq yoxdur. Toplananların yerini dəyişəndə cəm dəyişilmir. B plus A-da mənfi 12 yerinə yaza bilərik. Bölünsün. A vur B-də 2-dir. Alındı mənfi 12 bölü 2, mənfi 6, C variantı alınmış oldu. Ədədi orta haqqında danışaq. Deməli, ədədi orta nəyə deyilir? Verilmiş ədədlərin cəminin bu ədədlərin sayına olan nisbətinə həmin ədədlərin ədədi ortası deyilir. Yəni, verilmiş ədədlərin ədədi ortasını tapmaq üçün həmin ədədlərin cəmini sayına bölürük, saylarına bölürük. Məsələn, A və B ədədlərin ədədi ortasını tapmaq üçün A plus B bölü 2-ni tapırıq. A, B, C ədədlərin ədədi ortasını tapmaq üçün həmin ədədlər yenə cəmini saylarına bölürük. A, B, C, D olsun. İndi bunların ədədi ortasını tapmaq üçün yenə cəmlərini nə edirik? Həmin ədədlərin sayına, yəni 4-ə bölüb tapırıq. Ədədi orta ilə bağlı dim test toplusundan götürdüm. Belə bir testin izahına baxaq. 11-lərin dim test toplusundan götürülmüş bir testdir. Deyir, 4 ədədin ədədi ortası 16-ya bərabərdir. Onda həmin 4 ədədin cəmini x götürürəm. Bölünsün 4 bərabərdir 16. X bərabərdir 4 vurulsun 16. Bu da 64 alınır. Deməli, həmin 4 ədədin cəmi 64 demiş. İndi deyirlər, bu ədədlərə yeni bir ədəd əlavə etdikdən sonra ədədi orta 14 oldu. Əlavə olunmuş ədədi tapın. İndi x toplansın yazıram. Bilmirəm hansı ədəd əlavə olunub, y yazıram. Bölünsün artıq say 5 oldu. Bərabərdir 14. Ədədlərin cəmini neynədik? Sayına böldük. Bərabərdə ədədi ortanı verir. Buradan da x plus y bərabərdir. 14'ü vurursam 5'ə. Alınır 70. Deməli, x plus y 70'dirsə, o zaman sən x'i tapmışdın 64. Yerinə yazırsan 64 plus y bərabərdir 70. İndi burada y tapmaq üçün 70'dən çıxırsan 64'ü. Alınır 6. Deməli, yeni əlavə olunmuş ədəd neçə imiş? 6. İndi isə həndəsi orta haqqında danışaq. Həndəsi orta isə, məsələn, deyirlər ki, A və B ədədlərinin həndəsi ortasını tapın. Bu zaman kök altında A vurulsun B olur. Həmin o kökün dərəcəsi ədədlərin sayından asılı olur. 2 dənə ədəddirsə kvadrat kök. Və yaxud da məsələn olsa A, B, C olsa, bu zaman 3-cü dərəcədən kök altında A vur, B vur, C bu formada həndəsi ortalarını taparsınız. Məsələn, belə bir misal nümunəsi deyək bu həndəsi orta ilə bağlı. Deyirlər ki, 4 və 9 ədədlərinin həndəsi ortasını tapın. Bu zaman kök altında 4 vur 9. Bu da bərabərdir kök altında 36. Buradan da 6 çıxmış olur. İndi isə ədədi və həndəsi ortanın qarşılıqlı vəziyyəti haqqında danışaq. Deməli, 2 müsbət ədədin ədədi ortası onların həndəsi ortasından böyükdür və ya həndəsi ortasına bərabərdir olur. Məsələn, baxın. A plus B bölü 2 böyükdür, bərabərdir. Kök altında A vur B olur. Bunu da çarpaz vursaq alırıq ki, A plus B böyükdür, bərabərdir. 2 vurulsun kök altında AB. İndi buradan da belə bir nəticələr çıxır ki, əgər ədəd müsbət bir ədəddirsə, özü ilə tərsinin cəmi böyükdür, bərabərdir 2 olur. Amma ədəd mənfi ədəddirsə, bu zaman özü ilə tərsinin cəmi balacadır, bərabərdir mənfi 2 olur. Ümumiyyətlə, bu qaydalardan tək həqiqi ədədlər testlərində yox, həm də sonraki dərslərdə də, məsələn, trigonometriyada da hətta bu qaydalardan istifadə olur, lazım olur bizə. İndi isə kök düsturları haqqında danışaq. Deməli, kök altında 2n dərəcədən A üstü 2n varsa, bu bərabər olur modulda A-ya. Yəni, cüt dərəcədən kökdən ədədi modul çıxmış olur. Tək dərəcədən isə, baxın, 2n plus 1 dərəcədən A üstü 2n plus 1 var.
Bu bərabərdir A-nın özü olur. Yəni tək dərəcədən kökdən ədədin özü çıxmış olur. Kök altında n-ci dərəcədən A vurulsun B var. Bu da bərabər də olur ki, n-ci dərəcədən A vurulsun olur n-ci dərəcədən B formasında. Burada əlbəttə ki, A da B də böyükdür, bərabərdir, 0 şərti ödənməlidir. Sonra n-ci dərəcədən A bölünsün B var. Bunu da baxın, bərabərdir yaza bilərik ki, n-ci dərəcədən A bölünsün n-ci dərəcədən B. Əlbəttə ki, burada A böyükdür, bərabər 0, amma B böyükdür 0 olur. 0 ola bilməz, çünki məxrəcdədir. Sonra məsələn, baxın, n-ci dərəcədən A üstü m var. Biz burada kökün də dərəcəsini, ədədin də qüvvətini eyni bir ədədə vursaq, doğru bərabərlik alınır. K vur n, A üstü də m vurulsun K formasında. Bu qaydadan əsasən köklərin bərabərləşdirilməsində, eyni dərəcə gətirilməsində istifadə olunur bəzi suallarda. Sonra bir də belə bir qaydamız var ki, n-ci dərəcədən A üstü m var. Bunu kəsr qüvvət kimi yazsaq, A üstü artıq m bölünsün n olur. Və burada A böyükdür, bərabər 0 şərti ödənilir əlbəttə ki. AB burada həqiqi ədədlərdir, MKN isə natural ədədlərdir. Sonra başqa buna aid bir misal nümunəsi göstərək. Məsələn, kök altında olsun ki, 4-cü dərəcədən A-nın kubu olsun. Bu zaman bu alınır ki, A üstü 4-də 3 alınmış olur bu formada. İndi isə qüvvət düsturları haqqında danışaq. Deməli, A üstü 0 bizə 1 vermiş olur. Və burada A bərabər deyil, 0 olmalıdır. Çünki 0 üstü 0 təyin olunmayıb. Sonra A üstü 1 bərabərdir A vermiş olur. Məsələn, 5 üstü 1 bizə 5 vermiş olur. Buna aid göstərsək, məsələn, 7 üstü 0 1 vermiş olur. A-nın yerinə nə olur olsun? 0 qüvvəti varsa 1 verəcək. Sonra A üstü n vurulsun A üstü m-dirsə, bu zaman əsaslar eynidir. Vuranda qüvvətlər toplanılır. A üstü n bölünsün A üstü m-dirsə, bu zaman A üstü n çıxılsın m alınır. Sonra A üstü n üzərində m-dirsə, bu zaman A üstü n vurulsun m olur. Sonra A vurulsun B üstü n-dirsə, bunu A üstü n vurulsun B üstü n kimi yazmaq olar. Və həmçinin A bölünsün B üstü n-dirsə, bunu A üstü n bölünsün B üstü n kimi yazmaq olar və B burada mütləq sıfırdan fərqli şərti ödənməlidir. İndi isə ədədin standart şəkli haqqında danışaq. R ədədinin standart şəkli R bərabərdir A vurulsun 10 üstü n formasında göstərilir və burada standart şəkil 0-dan böyük olmalıdır. Qiymətli isə 1 ilə 10 arasında olur. 1-i ala bilər, 10-u ala bilməz. Məsələn, 9,7 və s. belə ədədlər ala bilər, amma 10-u artıq ala bilmir. Və bir də ki, n burada tərtib adlanır və tərtib tam ədədlər olmalıdır. Mənfi müsbət ola bilər, tam ədədlər olur. Və burada misal nümunəsi göstərək bununla bağlı. Məsələn, deyirlər ki, 7800 ədədinin standart şəkildə göstərin. Bu zaman bunu 7,8 vurulsun onun kubu kimi yazmış olarıq. Bununla bağlı DİM test toplusunda olan testlər var. Onların izahına baxaq. Deyir, ədədin standart şəklini göstərin. Standart şəkildə qiymətli isə bilirik ki, 1 ilə 10 arasında olmalıdır. Onda belə eləyərik. Baxın, burada 3 tam olmalıdır. 3 tam %77 olar həqiqi isə. Baxın, 3 tama ayırdın. 3-dən sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 da nə rəqəm var deyənə, onda 10 üstü həmin 10 üstü 10 olacaq da, belə deyək, 3 tam %77 vurulsun 10 üstü artıq 10. Həmin rəqəmlərin sayı qədər olmuş olur. 10 üstü 10 formasında yazırıq. Bu da A variantı eləmiş oldu. Sonra növbəti bu suala baxsaq, yenə deyir ədədinin standart şəklini göstərin. Bu zaman yenə 9 tamı ayırdınız. Çünki ədədin qiymətli hissəsi 1 ilə 10 arasında olmalıdır. Ondan sonra baxın, həmin o vergüldən sonra 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə rəqəm var deyənə 10 üstü 8 olacaq. Deməli,
olur ki 9,19 vurulsun 10 üstü 8. Yəni Y variantı eləmiş oldu. Növbəti bu testin izahına baxaq. Deyir, ABC həqiqi ədədlərdir. Aha. Əgər A-nın kubu C üstü 4 balacadır 0-dır. Mənfi verir, yəni A üstü 5, B üstü 5 böyükdür 0 və B üstü 8, C üstü 7 böyükdür 0 olarsa ABC-nin işarəsini müəyyən edin. Yazaq burada A, B, C. İndi baxın burada. Biz əvvəlcə buradan təyin edə bilərik A-nın işarəsini. Çünki baxın, C üstü 4 var. C nə olur olsun, cüt qüvvət varsa müsbət verir. Onda A-nın kubu var. A əgər mənfi olsa, kubu da mənfi verər də, sizə tək qüvvətdir. İndi bu hasil 0-dan balaca olubsa, bu zabitdən müsbət verəcək. Amma bu artıq mənfi verəcək ki, tək qüvvətdir də. Deməli, A mənfidir ki, tək qüvvətdə mənfi verib ki, hasil nə olub? 0-dan balaca olub. Deməli, A-nın mənfi olduğunu tapmış olduq. İndi burada yazırıq ki, A mənfi olduğu üçün tək qüvvəti də 5-ci qüvvətdə mənfi verər. İndi A üstü 5-i B üstü 5-ə vuranda 0-dan böyükdürsə, deməli, B üstü 5-də mənfi olmalı ki, mənfini mənfi vuranda 0-dan böyük olmuş olsun da. Deməli, indi B üstü 5-dir. Deməli, B mənfi olmalıdır ki, 5-ci qüvvətdə mənfi olsun. B də mənfi tapdıq. İndi bura baxaq. B mənfi idi, amma cüt qüvvət varsa B üstü 8 müsbət verər. Vurulsun C üstü 7 var. Baxın, bu müsbət verdi. C üstü 7 isə, deməli, bu da müsbət verməlidir ki, 0-dan böyükdür şərti ödənsin. Çünki müsbəti mənfiyə vursaq, böyükdür şərti ödənməz. Deməli, C üstü 7 müsbət olmalıdır. C üstü 7 müsbət oldusa, tək qüvvət olduğundan, deməli, C də müsbət olmalıdır ki, C üstü 7 də müsbət olmuş olsun. Deməli, C müsbətdir. Təyin etmiş olduq. Mənfi, müsbət, Y variantı alındı. İndi isə mütləq xəta və nisbi xəta haqqında danışaq. Mütləq xəta nəyə deyilir? Mütləq xətanı tapmaq üçün kəmiyyətin dəqiq qiymətindən təqribi qiymətini çıxırıq. Yəni, belə işarə olunur. Mütləq xəta bərabərdir. Dəqiq qiymətdən çıxırıq təqribi qiyməti. Ümumiyyətlə, bu xətalar, məsələn, siz görmüsünüz ki, marketdə, məsələn, qənd satırlar. Qəndin üzərində yazırlar ki, 2 kiloqram plus minus 5 qram. Məsələn, orada yəni ki, 5 qram az və yaxud da çox ola bilər. Onun xətasını bildirir. Tam dəqiq olmaya da bilər, yəni. Və yaxud da, məsələn, duyu olur. Duyunun üzərində yazırlar ki, məsələn, 2 kiloqram plus minus, məsələn, 15 qram və yaxud da 5 qram. Yəni, yenə oradakı xətanı bildirir. Yəni, gündəlik həyatımızda da xətadan istifadə edirik. Xəta ilə bağlı müxtəlif testlər ola bilər. Məsələn, deyir ki, dəqiq uzunluğu 53,7 sm olan bir qismin təqribi olaraq uzunluğu 54 sm götürülmüşdür. Bu zaman nə qədər xətaya yol verilmişdi? Bu zaman yazırıq ki, 50 modulda yazarıq ki, dəqiq qiymətdən çıxırıq təqribi qiyməti. Bu da vermiş olar ki, 0,3. Niyə modul yazırıq? Yəni, modul yazırıq ki, orada, belə deyək də, məsafə kimi, yəni ki, artıq müsbət vermiş olsun. Yəni, həmin o, belə deyək də, xəta, mütləq xəta olsun, nisbi xəta olsun, müsbət verməlidir bizə. Sonra, indi nisbi xəta haqqında danışaq. Nisbi xəta nəyə deyilir? Nisbi xətanı tapmaq üçün nisbi xəta bərabərdir. Mütləq xətanı bölürük təqribi qiymətin moduluna. Bu formanı tapırıq. Bir də faizlə ifadə etmək lazımdırsa 100-ə vururuq. Bu formada testlərdə də yazanda bu düsturlardan istifadə olunur. Məsələn, belə bir test var bununla bağlı. Deyirlər ki, yaylı tərəzidə kütləsi 4 kiloqram olan məhsul dəqiq kütləsinin 4,2 kiloqram olduğu məlum olduqda yol verilən nisbi xətanı tapın. Deməli, dəqiq qiymət 4,2 kiloqram imiş. Onda burada nə edirik? Nisbi xətanı tapmaq üçün mütləq xətanı bölürük təqribi qiymətin moduluna, yəni ki, 4-ə. Bu da bərabər alınır 0,5. Deməli, nisbi xəta 0,5 olub.
Və burada faizlə ifadə etməyimizi istəyirlərsə, bu zaman 0,5-i vururuq 100-ə. Bu da 5%, deməli orada xəta olub. Nisbi xəta olub, yəni. Həqiqi ədədlərlə bağlı izahım bu qədər. Yenə dərsdə maraqlı testlərin izahına baxarıq. Yenə ev tapşırığında yazarsınız. Qalan suallar olsa izahlarına baxarıq. Bütün, yəni ki, səhv olan bütün qalan sualların hamısının izahına bir-bir ardıcıl formada baxılır. Və hər bir dərsin də video kaydı qalır və siz yenidən həmin o dərsə baxa bilirsiniz. Və bir də deyim ki, əgər dərs qayda izahı sizə faydalı oldusa, zəhmət olmazsa videonu bəyənin, dostlarınızla paylaşın və kanala abunə olmağı da unutmayın. Sağ olun.